Xoş gördük dəyərli izləyicilər. Bugün hardayıq? Nərmanov parkında. Niyə gəlmişik? Təbii ki, gözəl bir sorğu keçirəcəyik insanlar arasında. Həm də ki, bugün gözəl bir günə təsadüf edir. Bizim çərşənbəmizdir. Təbrik edirəm bütün xalqımı. Həmişə sülh və əmin-amanlıq içində yaşayasınız. İnşallah sorğuda görüşərik. Gəl Miri. Ay Miri. Sen açkoyun Miri. Be. Gəl. Yenə saldın məni bu parkın canına. Canımsan mənim, gəl. Yox da bura gəl, söz deyirəm, söhbət eləyək. Bəyənmədi məni. Romantik anlar. Gəl görək. Canım aydaylar. Olar, gəl. Rolton və ayran. Yəni belə şey yoxdur. Salam xanım. Mikrofonu yeyir. Salam necə? Salam mən Yox, istəmir. Keçən dəfəki uşaqdır bax. Necəsə? Tanıdın məni? Yox, tanımadı. Ağlamaq istəmir. Allah ömür versin, evlatların bu gözəl bayramda ürəkləri istədiyi kimi qeyd edə bilsinlər. Nə gözəl. İndiki gənclərdən razısınız? Xeyr. Nəyə görə? Gənclər böyük kiçiyin yerini bilmirlər. Mən gənclikdə səhv eləməmişəm, Nərimanovda utanım. Televiziyada qalmaqallı verilişlər gedir də. Yəqin ki, baxırsınız efirlərə. Hansı verilişlərə ən çox baxırsınız? Ən çox baxdığım heyvanlar aləmidir. canavar da var idi, meymun idi, quşlar idi, ilan var idi, ayı var idi, itlər, qarışqalara qədər. Ramad İsrafilov bir banka qarışqa gətirmişdi. İnsanlar aləminə baxmağı özümə nifrət eləyirəm. Çünki qalmaqal gələcək nəsli pozur. Bunun televizorda göstərib cəmaata nümayiş etdirməyin mənası yoxdur. Nə diyor bu? Düzdür, belə şeyləri rəva bilmirəm. Bax sən. Mərifətli gənclərimiz də var. Öyle mi? Bəli, mərifətli gənclərimiz də var. Bəli. Xalqımıza can sağlığı, xoşbəxtlik arzulayıram. Müharibəsi günlər arzulayıram. Allah hamısının canını sağ eləsin. O gün olsun, xalqımız həmişə xoş firavan yaşasın. Xalqıma ancaq xoş günlər arzulayabiliyə bilərəm. Bir də bu cəmiyyətimizi korlamaq istəyən, bu efirlərdə gedən bu verilişlərlə bağlı çox narazıyıq. Yəni bu gənc nəslin tərbiyəsinə heç bir müsbət belə deyim də, müsbət təsir göstərən bir verilişlər deyil. İndiki, bax bu gündəmdə olan efirlərdən razısınız, qalmaqallardan, efirlərdən, verilişlərdən? Xanım, ümumiyyətlə mən heç televizoru açmıram desəm, buna inanın. Efirlərdən çox biabırçı vəziyyətdə olduğuna görə heç evimdə o televizoru açmaq istəmirəm. Dəhşətli dərəcədə biabırçı bir vəziyyətdədir efirlərimiz. Bu günlərim efirlərdə çox gözəl verilişlər versələr daha yaxşı məqsədə uyğun olar. Amma biz efirə televizoru açıb qabağın qarşısında oturduqda biabırçı müğənni demək olmaz onlara. O qədər gözəl bizim müğənnilərimiz, xalq artistlərimiz var. Onları görəndə mən xəcalət çəkirəm şəxsən. Hərə oradan-buradan hansısa bir yolla bədənlərini şəkilləndirib, 100 belə oyunlardan çıxa-çıxa gəlib efirlərdə oturub bizim uşaqların tərbiyələrini də pozurlar. Biabırçı vəziyyətdədir efirlərimiz. Buna nəzarət eləsələr çox qəşəng olar, çox gözəl olar. Salam Ayday, necəsən? Sağ ol, lap yaxşıyam. Bayramın mübarək olsun. Sağ olun, sizinlə belə. Allah sizlərə dəyməsin. Bir sual verim sizə. İndiki gənclikdən,